Nisbət. Nisbət bölmə deməkdir. Bölmə. Biz bölməni kəsr şəklində də götürə bilərik. Yəni kəsr də bölmədə surətdir, məxrəcdir. Surəti məxrəcə bölmək. Məsələn, 4-ü 8, yəni 8-i 4-ə bölürsən 2. Bu nisbətdir. Biri də var nöqtə ilə bölmə. Məsələn, 8-i 4-ə belə bölürəm. Bu da yenə 2-dir. Bu ifadələr nisbət adlanır. Bölmə nisbət deməkdir. Və deyirik ki, nisbətin birinci həddi və ikinci həddi olur. 8 birinci həddidir, ikinci həddi də 4-dür. Daha sonra keçirik nəyə? Tənasüb. İki nisbətin bərabərliyinə tənasüb deyilir. İki nisbətin bərabərliyinə tənasüb. Nisbət dedik bölmədə A-yı B-yə bölür. İndi biz deyirik iki nisbətin bərabər. Bu bir nisbətdir, bir də yazıram C böləkdir. İki dənə nisbət yazdım və bunların bərabərliyi tənasüb adlandı. Burada da yenə hədlər var. Amma burada hədlər birinci, ikinci hədd yox, biraz fərqli. Bu hədlər nədən ibarətdir? Kənar hədlər. Aynı anda kənarda yerləşir. Yəni yerləşdiyi yerə görə bunlar adlanırlar. Aynı anda kənarda yerləşdiyinə görə kənar hədlər, B ilə C ortada yerləşdiyinə görə necə adlanır? Orta hədlər. Elə? Və biz burada tənasübün xassəsini yazırıq. Tənasübün xassəsi ondan ibarətdir ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni A ilə D-ni bir-birinə vursaq, B ilə də C-ni bir-birinə vursaq bərabər olar. Bu tənasübün xassəsidir. Və biz dedik ki, tənasüb qoşa, məsələn, nöqtəli bölümü ilə də yaza bilərik. Bunu bu şəkildədir. A bölək B bərabərdir C bölək D. Yenə A ilə D burada kənar, B ilə C isə orta hədlərdir. Eyni qayda çarpaz vurma burada da var. A-yı D-yə, B-ni C-yə vursaq, tənasübün əsas xassəsini almış olarıq. Daha sonra düz mütənasib, tərs mütənasibin qaydasına baxırıq. Düz mütənasib y bərabərdir, ta x-a əsaslanır. Yəni, ta burada mütənasiblik əmsalıdır. Ta mütənasiblik əmsalı. Hər hansı bir ədəddir. 1-dir, 5-dir, 10-dur, mənfi 1-dir, mənfi 2-dir, fərqi yoxdur. Burada biz görürük ki, x-a biz qiymət versək, y də ondan asılıdır. Məsələn, mən x-a 1 versəm, ifadəm olur, mən belə bir şey yazıram. Y bərabərdir 5x. Mən x-a 1 verdimsə, y-im neçə olacaq? 5 olacaq. X-a 2 verirəmsə, y-im neçə olacaq? 10 olacaq. X-a 3 verirəm, y-im 15. Görürəm ki, x-in qiyməti get-gedə artır. 1, 2, 3 və y-in qiyməti də artır. Bu düz mütənasiblikdir. Bu o deməkdir ki, dəyişənin bir qiymətində əgər dəyişən artırsa, azalırsa, digər qiymətdə həm artır, həm azalırsa, bu düz mütənasibdir. Yəni, əgər x artırsa, y də artırsa, düzdür. X azalırsa, y də azalırsa, yəni ikisi də həm artıb, həm azalmalıdır. Hər ikisi eyni prosesi baş verirsə, düz mütənasibdir. Tərs mütənasib nə deməkdir? Y bərabərdir, deyirik ki, k bölək x. Bu tərs mütənasibdir. Görürük ki, y x-dan tərs asılıdır. Yenə buna uyğun yazarıq ki, y bərabərdir 3 bölünsün, məsələn, x. Mən x-a 1 verdim. Y-im neçə oldu? 3. Mən x-a 2 verdim. Y-im neçə oldu? 1,5. Aydındır? 3 verdim. Y-im alındı 1. X-in yerinə qoyuram, yoxlayıram. Y-i tapdım 1. Görürəm, x-im artır, amma y-im 3, 1,5, 1. Y-im neynədir? Azaldı. Başa düşdük? Deməli, x-im artır, y-im azalır. Və yaxud da tərsinə, x deməli azalsaydı, y-im artacaqdı. Bu, deməli, tərs mütənasibdir. Və biz qeyd edək ki, tənasüblərdə, məsələn, tənasüb yazırıq da, 5 dənə, məsələn, traktor məhləni 1 saata, məsələn, şumluyursa, deyirik ki, məsələn, 10 traktor neçə saata şumluyur, siz onda tənasübü quranda, bax, yazırıq, 5 traktordursa 1 saata
10 traktor x saata. Məndən bu x. Siz desəz ki, tənasibi çarpaz yazarıq. 10 bərabərdir 5x, x bərabər oldu 2 saat. Bu cavab səhvdir. Niyə? Çünki biz demişik ki, burada tərs mütənasibin qaydası olacaq. Necə 5 traktor 1 saata şumlayırsa, traktorun sayı çoxalanda deməli bunlar daha tez bitirməli idi. Bəs niyə 2 saata qalxdı? Deməli nəsə səhvlik var. Ona görə tərs mütənasibləri həll edərkən çarpaz yox, qarşı-qarşıya götürürük. Onda bu qarşı-qarşıya. 10-u vururam x-a, 5-i vururam 1-ə. X-i də alıram 0,5. Yəni yarım saata işi görüb qutararlar. Aydındır? Aydındır. Tərs mütənasibdə biraz məntiqi işə salırıq ki, görək fəhlə məsələlərində də çox vaxt bu belədir. Yəni iş görürlər. 5 fəhlə daha çox iş görər, tez bitirər, yoxsa 10 fəhlə, deməli 10 fəhlə daha tez bitirər. Ona görə də tərs mütənasibin qaydası ancaq traktor məsələlərində, bu cür məsələlərdə məntiqi işə salın, özünüz də fikirləşin, sonra cavabı dəqiqləşdirin. Aydın oldu?